10 ildir mənim balam bu xəstəlikdən əziyyət çəkirdi bu zotdan. Siz onu həyata qaytardınız. Böyük Allah Allah yerdə. sizə ömür versin. Boğulurdum doktor. Mən boğulma dərmanından gəzirdim də üstümdə. Zəhmət olmasa yadınıza salardınız, hansı şikayətlərlə müraciət etmişdiniz? İlk öncə buna görə çox sağ olun. Əziyyət çəkdiniz, amma bu bizim işimizdir. Bu əziyyəti çəkməyə ehtiyacı yox idi. Sizin əziyyətinizin qarşısında valla Xoş, sizə nə xoş. də eləsək Allah azdır. sizə ömür versin. 10 illik bir ağrıdan, 10 illik əziyyətdən məni xilas elədiniz. Göydə Allah yerlə siz. Nə narahatçılığınız var idi? Boğulurdum doktor. Mən boğulma dərmanından gəzirdim də üstümdə. Üzüm, əllərim, hətta ağzımda dilimə qədər şişirdi. Mən heç nəfəs belə ala bilmirdim. Gözlərim, hər bir, yəni sifətim şişirdi. Nə vaxtdan problem var idi? 10 il idi. 10 10 il idi, bəli. Bu probleminiz nədən idi? Zəhmət olmasa bir tarixçənizi yadıma Mən salardınız. 2007-ci ildə dağdan yıxılmışam. Yəni o gündən bu yana 3 döş onurğa fəqərəm sınıbdı. Yeriyə bilmirəm. 19 ildir belə fiziki məhdudiyyətliyəm. İnşallah bu problemi də həll elədik. İndi bu problemi də dalınca düşün. İnşallah. Həyatınızı davam eləyin. Əməliyyat olmusunuz. Neçə gün keçib əməliyyatınız? Bəli, bu gün bir həftəm tamam olur. Bir həftə tamam. Bəli. Bir ildən sonra izi də qalmayacaq. Dərinin rəngini tam götürəcək. Elə bil ki, heç olmamışdı. Zob problemimiz bitdi. Artıq zob probleminiz olmayacaq. İldə bir dəfə müayinə olunacaqsınız. Tam kifayət edir. Allah sizdən razı olsun doktor.